mikrofon almışkən azadlıq carçısı olan Piruz Dilənçini anmamaq olmaz. Piruz Dilənçinin belə bir sözü vardır. Görəndə şeirimdə təxəllüsümü, sanmayın var dövlət dilənçisiyəm. Bütün var dövlətim ürəyimdədir. Bir zərrə məhəbbət dilənçisiyəm. Mən bütün sevib sevilənlərə bir zərrə məhəbbətə də belə ehtiyac arzulayıram. Gözəl bir arzu var. Deyir, qoy bütün qızlarımıza gəlin, bütün gəlinlərimizə ana olmaq nəsib olsun inşallah. Qoy bütün Azəri oğulları bəy stolunda otursun. Və qoy bütün burada oturanların hər birinin evindən, ünvanından toy sədaları yüksəlsin. Qoy balalarımız xoşbəxt olsun. Qoy Tanrı bunlara o qədər bağlı olur. Qismət eləsin ki, hesab eləsinlər ki, onların tərəf müqabilindən, onların gələcək həyat yoldaşından üstünü, şərəflisi, qeyrətlisi, namuslusu bəlkə də yoxdur. Qoy onlar elə hesab eləsinlər və qoy onu bütün dünyaya dəyişməsin. Və deyir, başına döndüyüm anazlı ceyran, can içində cana vermərəm səni. Neynirəm bostanı, neynirəm bağı, küllü kainata vermərəm səni. Qurbanı deyir, can içində can gələr. Yaş yerinə gözlərindən qan gələr. Camalın görməyə Süleyman gələr. Təxt-i Süleymana vermərəm səni. Təxt-i Süleymana vermərəm səni. Və bütün dünyaya vermərəm hesab eləsinlər qoy. Allah xoşbəxt eləsin. Allah mübarək eləsin. Bizə də Allah imkan versin. Bu nikahla, inşallah, bu qohumluluqla öyünək, fəxr edəcək. Mənə söz verdiyinizə və belə səmimi dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Vüqar mənə həvalə edir ki, onun adından mən qonaqları salamlayım, xoş gəlmişsiniz deyim və burada olmaqlarından şərəf duyduğumuzu bildirim. İştirakınıza görə hər birinizə təşəkkür edirəm. Meymunlar, sizə də təşəkkür edirəm. Çox şad olun. Ən azı sizdə. Allah size ömür versin, getmeyin. Babanın xələti olacaq, söz yox, bu el adətidir.